Sammitlə bağlı müzakirə doğuran digər əsas məsələ isə Rusiya prezidenti Vladimir Putinin mümkün iştirakı ilə bağlıdır. Donald Trump bir neçə dəfə Putinin bu formatda təmsil olunmasının vacibliyini vurğulayıb və G7 ölkələrini Moskva ilə dialoqdan yayınmaqda tənqid edib. Maraqlıdır ki, dekabrda Miami'də keçirilməsi planlaşdırılan G20 sammitinə Rusiya artıq dəvət olunub. Lakin Putinin Fransada təşkil olunacaq G7 görüşünə dəvət edilməsi Avropanın Ukrayna məsələsində Moskvanın siyasətinə münasibəti baxımından ciddi siyasi mesaj kimi qiymətləndirilə bilər. Ekspertlər isə hesab edirlər ki, hətta dəvət göndərilsə belə, Vladimir Putinin həmin sammitdə iştirakı real görünmür. Xatırladaq ki, Rusiya 1998-ci ildə qrupa qoşulmuşdu və təşkilat həmin dövrdə G8 adlanırdı. Amma 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyanın üzvlüyü dayandırıldı və format yenidən G7-yə qayıtdı. Amma mən inanmıram ki, Putin arzu olunmadığı bir tədbirdə iştirak eləsin. Çünki təkcə Donald Trump'ın istəyi Putinin həmin tədbirə qatılması üçün yetərli deyil. Burada bir dövlət başçısı olaraq Putinin şəxsi təhlükəsizlik məsələsi, Fransada Rusiya əleyhinə ab-hava, əhval-ruhiyyə də öz sözünü deyir. Mən düşünmürəm ki, hətta Donald Trump belə buna razılıq versə belə, Vladimir Putin Fransada keçiriləcək G7 zirvəsində iştirak edəcək. Ekspertlər hesab edirlər ki, Paris sammiti təkcə iqtisadi və təhlükəsizlik məsələlərinin deyil, həm də qərb daxilində münasibətlərin gələcək istiqamətinin müəyyənləşəcəyi mühüm siyasi platform olacaq. Liderlərin eyni masa arxasında verəcəyi mesajlar həm Ukrayna müharibəsi, həm Yaxın Şərq böhranı, həm də transatlantik münasibətlərin gələcəyə baxımından diqqətlə izlənəcək. Görünən odur ki, tərəflər bu dəfə daha çox ortaq mövqeyini qorumağa, açıq qarşıdurmadan isə yayınmağa çalışacaqlar.